Psixoloqlar deyir ki, əgər bir insan mənasız və səfəng şeylərə gülürsə, o insan dərin bir tənhalıq içindədir. Əgər bir insan gün boyu yatırsa, o çox kədərlidir demək. Bir insan az, amma tez-tez danışırsa, o bir sir saxlayırdır. Əgər bir insan ağlaya bilmirsə, o gücsüz və tükənmişdir. Əgər bir insan anormal şəkildə yemək yeyirsə, o bir gərginlik içindədir demək. Əgər bir insan sadə şeylərə görə ağlayırsa, o məsum və kövrək qəlblidir demək. Əgər bir insan mənasız və gülünc şeylərə görə qəzəblənirsə, demək ki, o insanın sevgiyə ehtiyacı vardır. İnsanları davranışlarından tanır.